Salam, hər vaxtınız xeyir olsun dəyərli Mediatürk TV izləyiciləri. Gündəm Masada verilişinin bu saat olan xüsusi buraxılışı ilə sizin qarşınızdayıq. Nəyə görə xüsusi buraxılış dedik? Çünki çox özəl bir qonağımız studiyamızda bizimlə birlikdədir. İlk dəqiqələrdən isə daimi tamaşaçılarımıza ənənəvi ricamızı xatırladırıq. Yayımızı bəyənin və kanalımıza abunə olmağı da unutmayın ki, müzakirə edəcəyimiz mövzuları daha geniş auditoriya Mediatürk TV vasitəsilə izləyə bilsin. Bu saat olan canlı yayımımızda Türkiyədən, qardaş ölkəmizə gələn çox gözəl bir təcrübəli qonağımızla birlikdə önəmli məsələləri müzakirə edəcəyik. Bilirik ki, hər il qəbul imtahanları keçirilməz. Ümumiyyətlə, Azərbaycanlı tələbələr, daha doğrusu şagirdlər artıq önümüzdəki illərdə tələbə həyatı yaşamaq arzusunda olan İnsanlar daha çox fikirləşirlər, düşünürlər ki, biz hansı ölkələrə üz tuta bilərik, təhsilimizi necə və hansı səviyyədə davam etdirməyimiz bundan sonra mümkün ola bilər. Ən yaxında təbii ki, üz tuta biləcəyimiz, getdiyimiz ölkələrdən biri də qardaş Türkiyədir. Bu baxımdan hər kəsi düşündürə biləcək mövzular var. Yəni, verilişimiz də çox önəmli günlər əslində təsadüf edir. Buraxılış imtahanlarının keçirilməsi, onların nəticələrinin açıqlanması və digər məsələlər də olacaq və bu istiqamətdə təbii ki, şagirdləri, valideynləri, abituriyentləri, hər kəsi düşündürür ki, Türkiyədə necə öz uşaqlarını göndərə bilərlər və uşaqlar Türkiyədə hansı səviyyədə təhsil ala biləcəklər, onlara nə kimi imkanlar və şəraitlər yaradıla bilir. Bu baxımdan studiyamızda qardaş Türkiyədə Azərbaycan Kültür və İşbirliyi Dərnəyinin sədri Pərvin xanım Hazar bizimlə birlikdədir. Hər vaxtınız xeyir olsun Pərvin xanım, salamlayırıq sizi. Çox sağ olun. Təşəkkür edirik studiyamızdasınız. Və bilmirəm, söhbət etmək imkanımız o qədər də olmadı sizinlə. Buna qədər Azərbaycana səfərləriniz nə qədər olub və bundan öncə hansısa bir televiziya kanallarımızın birində müsahibələriniz necə olub. Amma bugün mən düşünürəm ki, çox maraqlı məsələlərə sizinlə birlikdə toxunacağıq və xüsusilə istərdim ki, dərnəyiniz haqqında ümumi məlumatlarla ilə yayımızı başlayaq ki, bizi izləyənlər arasında böyük, təbii ki, çoxluq içərisində, çox güman ki, tələbələr, daha doğrusu tələbə olmaq arzusunda olan insanlarımız da olacaq, valideynlər də olacaq, onları da maraqlandıran bir çox məqamlar var və özəlliklə də siz həm də aslən Azərbaycanlı olduğunuzdan, Azərbaycan-Türkiyə, biz qardaş ölkə ilə də fərq qorumuruq. Bu insanlarımızın, coğrafiyamızın ən azı xüsusiyyətlərinə, xarakterinə də bələdsiniz ki, nələr onları daha çox maraqlandırır, nələr düşündürür. Elə dərnəyin bu istiqamətdəki fəaliyyəti, gördüyünüz işlər barəsində ilk olaraq məlumat almaq istərdik. Çok sağ olun. Özüm Azerbaycan doğumluyum ama Türkiye'de yaşıyorum. Türkiye'nin Bursa şehrinde yaşıyorum. Bursa'da 6000 nüfuslu bir Azerbaycan'dan oluşan aile grubu var. Aynı zamanda Bursa'da 4 üniversite var. Azerbaycan'dan gelen çok sayıda üniversite öğrencileri oluyor. Kadınlarımızın çalışma hayatına atılmak için en çok tercih ettiği şehirlerden de bir tanesi Bursa. Bu artık istek değildi. Bu derneği kurmamız bir ihtiyaçtı. Hem öğrenci teşkilatımızla hem kadın kolları teşkilatımızla birçok yönde faaliyet yapmak istiyoruz. Eğitim, kültür ve iş dünyası işbirliklerini kurmak amacıyla bu derneği kurduk. 7 asil 7 yedek yönetimden oluşuyoruz. Çok daha yeniyiz ama çok güzel işlerle başladık.